Salam, 5-ci sinif Azərbaycan tarixindən 38-ci dərsimizə keçirək. Dərs 38. Milli operanın banisi. 19-cu yüzilliyin ikinci yarısından Azərbaycanda yetişən vətənpərvər ziyalılarımızın fəaliyyəti sayəsində yeni tipli məktəblər açıldı. Milli teatrın, kütləvi kitabxanaların əsası qoyuldu. Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynayan ziyalılarımızdan biri də Üzeyir Hacıbəyli olmuşdur. Bütün şərqdə opera və operetta sənətinin əsasını qoyan bu dahi şəxs Azərbaycanın musiqi tarixinə bir çox yeniliklər gətirmişdir. Opera, instrumental musiqili əsərdir. Operada iştirak edən şəxslər əsərin sözlərini musiqinin müşayiəti ilə oxuyurlar. Operetta oxuma, danışma və rəqs ilə müşayiət edilən gülməli musiqi əsəridir. O, Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar, musiqişünas, alim, dirijor kimi xalqın tarixində dərin iz qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin, hazırda isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Bilirsinizmi? 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti milli himninin hazırlanması məqsədi ilə müsabiqə elan edir. Ən yaxşı dövlət himninə görə 50.000 manat mükafat təyin edilir. İştirakçılar layihələrini may ayının 1-nədək təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-nədək Cümhuriyyətin 2-ci il dönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildi. Xalq Cümhuriyyətinin süqutu bu layihənin tamamlanmasına imkan vermədi. 1992-ci il mayın 27-sində Azərbaycan Respublikasının dövlət himni haqqında qanun qəbul edildi. Qanuna əsasən 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən hazırlanmış Azərbaycan marşı Azərbaycan Respublikasının dövlət himni kimi təsdiq edildi. Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə Ağcabəddə anadan olsa da, uşaqlığı Şuşada keçmişdir. İş təhsilini də burada almışdır. Qori müəllimlər seminariyasında təhsil alarkən Avropa bəstəkarlarının musiqi əsərləri ilə tanış olmuş, skripkada ifa etməyi, xalq mahnılarını nota köçürməyi öyrənmişdir. Seminariyanı bitirdikdən sonra gənc Üzeyir Azərbaycana müəllim kimi qayıtmışdır. Müəllim fəaliyyəti ilə yanaşı qəzetlər üçün məqalələr yazmışdır. Lakin onun musiqiyə sonsuz marağı və istəyi vardı. Bu istək onu təhsilini artırmağa həvəsləndirir. Mükəmməl musiqi təhsili alan Üzeyir Azərbaycan musiqisinin inkişafı üçün çalışır. 1908-ci ildə Üzeyir Hacıbəylinin ilk operası olan Leyli və Məcnunun ilk tamaşası oldu. Bu opera nəinki Azərbaycanda, ümumiyyətlə bütün yaxın şərqdə ilk idi. Leyli və Məcnun operası bir çox ölkələrdə uğurla tamaşaya qoyuldu. Şərqin ilk operası neçə aktyor və ifaçı nəsli yetişdirdi. Tezliklə Bakıda opera teatrının binası tikilib istifadəyə verildi. O vaxtdan etibarən opera sənətində baş verən mühüm hadisələr bu teatrla bağlı olmuşdur. Leyli və Məcnun operasının müvəffəqiyyəti Üzeyir Hacıbəylini opera və musiqili komediya janrlarında yeni əsərlər yaratmağa sövq etdi. Tezliklə bəstəkar tərəfindən yeni operalar yazıldı və tamaşaya qoyuldu. Üzeyir Hacıbəylinin ən məşhur musiqili komediyalarından biri Arşın Malalandır. 75 dilə tərcümə edilmiş bu əsər dünyanın bir çox ölkələrində tamaşaya qoyulmuşdur. Üzeyir yaradıcılığının zirvəsi Koroğlu operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında ariyalar və kütləvi xor səhnələri yarada bilir. Bunlarla yanaşı o, 300-dən çox xalq mahnısını toplayıb nota salır, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazır. Əhməd Cavadın sözlərinə bəstələdiyi Çırpınırdın Qara Dəniz mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur.
Uzun müddət Bəstəkarlar İttifaqına rəhbərlik edən Üzeyir bəy Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrini, Azərbaycan Dövlət Xorunu yaratmış, iş bəstəkarlar və ifaçılar nəslini formalaşdırmışdır. 1948-ci ildə dahi bəstəkarımız dünyasını dəyişmişdir. Buna baxmayaraq, Üzeyir bəy musiqi tarixində və yaddaşlarda milli musiqimizin şərişsiz lideri olaraq qalmışdır. Dahi bəstəkarımızın xatirəsi əziz tutulur. Onun haqqında filmlər çəkilmişdir. Üzeyir Hacıbəylinin doğum günü 18 sentyabr Azərbaycanın milli musiqi günü kimi qeyd edilir. Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Simfonik Orkestri paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda və Şuşada ev muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında bəstəkarın heykəli vardır. 2009-cu ildən bəri Azərbaycanda Üzeyir Hacıbəylinin xatirəsinə Beynəlxalq Musiqi Festivalı keçirilir. Bəli, indi isə keçirik suallara. Nə üçün Üzeyir Hacıbəyli musiqi təhsilini Azərbaycandan kənarda almışdı? Çünki o dövrdə Azərbaycanda peşəkar musiqi təhsili verən ali məktəb yox idi. Buna görə də o musiqi biliyini artırmaq və daha dərindən öyrənmək üçün xaricdə təhsil almışdı. Sonra qazandığı bilikləri Azərbaycanda musiqinin inkişafına sərf etmişdi. Çırpınırdın Qara Dəniz mahnısının məşhur olmasının səbəbi nədir? Mahnının sözləri Əhməd Cavad, musiqisi isə Üzeyir Hacıbəyli tərəfindən yazılıb. Şeir 1-ci Dünya Müharibəsi dövründə Türkiyənin qəhrəmanlığı və Türk dünyasının birliyi hissi ilə yazılmışdı. Bu mahnı sadəcə bədii keyfiyyətinə görə deyil, Azərbaycan və Türkiyə xalqlarının ortaq qan yaddaşını, azadlıq mübarizəsini və qardaşlığını tərənnüm etdiyi üçün xalqın yaddaşında xüsusi yer tutmuş və unudulmaz olmuşdur. Bəli, bu qədər. 39-cu dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.